Bu təkəbbürlüyü törədən nədir? Mənlik. Mənim şəxsiyyətim, mənim adım, mənim sanım, sən kimsən? Sən özünə sual versən kimsən? Bəzən insan deyir təkəbbürlü, özünə sual ver, mən, bəsdir də. Ayıbdır, sən kimsən axı? Görürsən, çox vaxt cəmiyyətdə narahatçılığa səbəb olur. Məni saymadılar, məni başda oturtmadılar, mənə yaxşı baxmadılar, mənim qədrimi bilmədilər. Mən. Əleyhisselam deyir, qoy bir dənə məni sağ başa salım kimsə, ondan sonra otur, düşün, gör təzdən bu sözü deyə bilərsən, yox. Deyirsən, sən kimsən, sən həqiqətini başa, ən mudar yerdən ən mudar yerə getdin. Ən mudar yerdə qaldın, ən mudar şeyi yedin. Ən mudar şeyi yeyəndən sonra ən mudar yerdən çıxdın. Ən mudar yerdən çıxandan sonra qarnında gün aşırı ən mudar şeyləri daşıdın. Öləndən sonra da ən mudar cəsədə çevrildin. 3 dənə də qusul lazımdır ki, səni pak eləyə, axirət evinə yola sala. Sən busan. Sən kimsən? Bu hədislər nəyə görə deyir? Deyirsən, mənimçiliyi qoy kənara, hər şey həll edir. İnsan Allahın qarşısında niyə səcdə eləyə bilmir? Mənlik qoymur. Şeytan niyə səcdə eləmədi? Adəmin qarşısında Allah əmr eləmişdi. Dedi, nə danışırsan? Mən oddan yaranmışam, o torpaqdan yaranıb. Mən. İlk müqayisə eləyən və ilk mənəmçiliyi ortaya qoyan kim idi? Şeytan.